Salam əziz xanımlar, bugün D vitamini yay aylarında qəbul etməliyikmi? O haqda məlumat vermək istəyirəm. Bilirik ki, yay ayları günəşli olur və biz də günəş altında əgər gəziriksə dərimiz vasitəsilə D vitamini qəbul edə bilərik. Və D vitamini yay aylarında bəziləri düşünür ki, ehtiyac yoxdur, alınmamalıdır və yaxud da alınsa zərərli təsirlər ola bilər. Əziz xanımlar, bildirmək istəyirəm ki, gündəlik biz təxminən 30 dəqiqəyə günəş altında gəzməliyik və birbaşa günəş şüalarının bədənimizə, dərimizə təsir olmalıdır və hər hansı bir qoruyucu vasitələrdən də istifadə olunmamalıdır ki, qoruyucu kremlərdən günəş şüaları birbaşa dərimizdən D vitamininin qəbul olmasına kömək edə bilsin. Lakin əgər bunu edə bilmiriksə və daha öncədən də D vitaminin çatışmamazlığı varsa, o zaman əlbəttə ki, yay aylarında da D vitamini qəbul olunmalıdır. Çünki D vitaminini həmişə bildirirəm, gündəlik profilaktik dozları var və terapevtik dozları var. Profilaktik dozlar təxminən 600 təsir vahidindən 2000 təsir vahidinə qədərdir. Terapevtik dozlar isə D vitamini 50 milliqramdan üst dozda saxlamaqdır bədəndə. Ona görə də əziz xanımlar, son nəticə olaraq demək istəyirəm ki, bəli, yay aylarında D vitamini qəbul olunmalıdır. Çünki biz kifayət qədər günəşin altında gəzmirik və dərimiz vasitəsilə də kifayət qədər D vitamini mənimsəyə bilmirik. Ona görə də yay aylarında belə əgər D vitamini çatışmamazlığı varsa, o zaman qəbul olmalıdır D vitamini ki, normallaşsın və immun sistemimizi gücləndirsin. Hər birinizə sağlamlıq arzu edirəm.